Şəkərli diabet. Niyə cinsi gücü azaldı? Şəkərli diabet nə üçün zəiflik halları gətirib çıxarır? Bunun əsas səbəbi sinir uclarında zədələnmə, damarların zədələnməsi, qanda laxtalanma sürətlə getməsi, mədə altı vəzin normal şəkildə işləməsinə bağlıdır ki, birbaşa olaraq qan dövranı əlbəttə zəifləyir, nəticə etibarilə kapilyar damarlara qan pompalanmır, avtomatik olaraq ereksiya halları zəifləyir, kişilərdə həvəs istək azalır, sinir ucları zədələnənə görə neyropatiya yaranır ki, beyinlə funksionallıq pozulur. Mədə altı vəzi işləməyəndə də bədənə lazım olan makro, mikro elementlərin, vitaminlərin, mineralların defisiti əmələ gəlir. Nəticə etibarilə əlbəttə ki, kişilərdə gücdə, enerjidə azalacaq. Bu tip problemi yaşayan insanlar bilməlidir ki, bədənə lazım olan makro, mikro elementləri qəbul edib, sinir sistemi fəaliyyətini yaxşılaşdırıb, neyropatiyalardan qaldırsaz, cinsi gücü də, enerjini də bərpa etmək mümkün olar. Bunun üçün də daxil olun səhifədə nömrə qeyd olub. Zəng edin nömrəyə, danışaq sizlə. Ümumi olaraq sizdə problemi araşdıraq, bunun əsasında sizə köməklik göstərir.